əziz izləyicilərimiz. Həmişə kimi göz-gözə şousundasınız və bugün bizim çox maraqlı qonaqlarımız var. Bizə bir neçə dəfə müraciət etmişdiniz ki, çoxdandır belə tibbi mövzularımız yoxdur. Nəyə görə? Və biz fikirləşdik, düşündük və bugün biz biraz tibb mövzusuna toxunacağıq. Amma sırf belə deyək də elmi cəhətdən yox, daha çox valideynlərin gözü ilə, gənclərimizin gözü ilə və şübhəsiz ki, bugünkü bizim çox gözəl ekspertlərimiz, qonaqlarımız var. Onlardan biri deməli doktor, uzman, Sağ ol. doktor uzmanımız, travmatoloq ortoped Yasin Akverdiyev Sağ olun. və uzman fizioterapist Sinan Yılmaz. Xoş gördük sizləri. Hoş geldin, hoş geldin. Sizi burada görməyə çox şadam. Teşekkür ederim. Məni maraqlandıran çox belə mövzular var. Bir valideyn kimi. Çünki belə deyək də son zamanlar bu idmana maraq çox artıb. Bəli. Yəni mən hətta belə öz gəncliyimi, öz uşaqlığımı yada salıram. Biz daha çox həyətdə qaçıb oynamağı tərcih edirik, amma indiki valideynlər daha çox övladlarını hər hansı bir idman növünə yönləndirməyə çalışırlar. Yəni mən öz övladlarım belə hətta 3 idman növünə məşğul olurlar. Həm futbola gedirlər, həm peşəkar olaraq üzgüçülüklə məşğul olurlar, break dansdan da məşğul olurlar. O belə də rəqsin biraz daha çox idmana daha istiqamətləndirilmiş bir növüdür və təbii ki, onların da orada bir çox travmaları olur, zədələri olur və bir valideyn kimi mənə çox maraqlıdır ki, biz uşaqlarımızı necə qoruyaq, amma sağlamlığı, yəni qalmaq şərti ilə və idmanla da həmçinin məşğul ola bilsinlər. Hansı istiqaməti yönləndirək? Cavidan sağ ol dəvətin üçün təşəkkür edirəm. Burada məsələ nədir? Birincisi bizim hər zaman dediyimiz bir söz var. Bu son dövrdə daha çox yayılıb. İdman sağlamlığa ziyandır. Yəni bu çox gülməli gəlir ətrafdan ki, necə yəni idman sağlamlığı ziyandır. Burada artıq tətbiq olunan idmandan gedir söhbət. Yəni burada bir söz daha əlavə eləyə bilərik. Yəni həddindən artıq olan idmandan gedir söhbət. İndi sən özün dedin ki, məsələn uşaqlar 3 dənə idmana gedir. Bunlar artıq həddindən artıqdır. Bunlar hamısı sağlamlığa ziyanlı olan şeylərdir. Valideynlər fikirləşirlər ki, uşağım idmana getsin, sağlam olsun. Amma bu idmanın sağlamlığı olan hissəsindən daha çox yarış hissəsinə girir valideynlər. Məsələn deyirlər ki, güləşə getsin, çempion olsun, medal alsın. Bunlar qazanmaq üçün sizin uşağınız getdiyi kimi başqasının uşağı da gedir. İndi rəqabətdə kimsə udmalıdır. Udmaq üçün də çox çalışmalıdır. Məsələn, baxırsınız uşaq güləşə gedir. Həftədə 3 gün, 4 gün saatlarla məşq bütün əzələləri, bütün oynaqları problemlər yaradır sonra və yaxud ağırlıq qaldırır heç uyğun olmayan yaşlarda. Halbuki onun bəlkə də bir 10%-ni eləsə bəsdir ona. Sağlam olmaq üçün. Amma yarış işin içinə girəndə artıq zədələr gəlir. Ona görə məsəl üçün biz uşaqları özümüz də idmandan uzaqlaşdıra bilmirik. Çünki ailələr o qədər psixoloji təsir edirlər ki, uşaqlara ki, idmana get, yarışa get, sağlam ol. Amma bu sağlamlığın yanında çox ciddi problemlər də ortaya çıxır. Ona görə idman seçimi eləyəndə uşaqlar üçün xüsusən də uyğun idmanlar lazım. Hər insan bədəni hər idmana uyğun deyil. Onu bilirik. Ona görə də bax bu zədələri də əvvəlcədən bilmək biraz necə deyim, çətindir. Yəni hansı zədələr olacaq, hansı. Amma bəzi idmanlarda bilirik ki, bu zədə çoxdur. Bəzilərində bilirik ki, deyək ki, futbolda ayaq daha çox zədələnirsə, voleybolda çiyin və qol zədələnir. Ona uyğun da tövsiyələrimiz olur. Yəni Sinan indi bəhs eləyir, yəni ki, bunların bu idmançıların zədələnməməsi üçün xüsusi protokollar var. Yəni məsəl üçün futbolçular üçün belə bir protokol var. FIFA 11 deyə bir proqram var. FIFA 11+. Bəli, 11+ var. Təzəli qabağıma çıxmışdı. FIFA 11+ fikirləşdim ki, o təzə oyun növü. Hə, məsələn, FIFA bəlkə mənim xəbərim yoxdur. Nəsə FIFA 25 çıxıb axırıncı, 11+ hardan çıxdı? Yəni o görürsüz məsəl üçün o şeyləri indi Azərbaycanda futbol məktəbləri var, uşaqlar gedirlər. Çoxsu onun xəbəri yoxdur. Halbuki o FIFA 11+-un müəyyən qayda-qanunları var ki, idmandan qabaq bunları eləməlidir ki, uşaq zədələnməsin və yaxud böyüklər üçün də. Ona görə də yəni hər zaman ehtiyatlı olmaq lazımdır. İdman hər zaman sağlamlığa xeyirli bir şey deyil. Yəni açıkçası belə deyə bilərəm. Sinan da biraz fikirlər bilirsin. Yani şimdi öncelikle fizyoterapinin bu alanda ne önemi var? O önemli. Ebeveynler şuna bakıyor. Doğduğundan sonra yürümesine bakıyor, koşmasına bakıyor. Acaba bir postüründe, duruşunda bir bozukluk var mı? Artık insanlar bilinçli bir hale geldi. Bu sadece burası için değil, dünya geneli için de. Sporda dünya genelinde değiştiğinden dolayı insanlar artık bilinçlenmeye başladı. Her yerde
yoga yerleri, fitness yerleri, crossfitler, pilates yerleri gelişmeye başladığından dolayı insanlar doğru şekilde yönlendirmeye ihtiyaç duyuyorlar. Günü-günə artır o. Bəli. Bundan dolayı insanlar endişe etmeye başlıyor ve psikolojik olarak da acaba çocuğum sağlıklı mı ilerliyor yoksa herhangi bir problem var mı diye çok küçük yaşlarda artık muayenelere getiriyorlar. Bir multidisipliner çalışıyoruz zaten hem ortopedi doktorlarıyla birlikte hem de fizik tedaviye yönlendirdiği zaman bir analizlerimiz var. Bu ilerledikçe 14 yaşından sonra artık bir spor kulüplerinde başlamaya yani ailenin isteğiyle ya da çocuğun isteğiyle bir futbol kulübünde ya da basketbol bir spor kulübünde başlıyorlar. Ama biz kabul etmiyoruz fitness'ı, crossfit'i. Spor denilince akla bir takımsal, bireysel, kişisel bazda düşünmek gerekiyor. Çünkü orada kuvvet, denge, çeviklik söz konusu oluyor ve 14 yaşından sonra artık gerçekten profesyonel, lisanslı bir sporcu olma adayı oluyorlar. Evet. Bundan dolayı da artık bir protokoller oluşuyor. Eskiden 2010 bu FIFA 11 dediğimiz 2010 yıllarında başlamıştı. Hatta 2006 yıllarında amatör sporcular üzerinde deneniyordu. Bu FIFA 11 sağlığı koruma, sporcu koruma açısından yapılan bir şey ama öncesinden şunu duyardık. Bir sporcu rahatsızlığı tedavisinden sonra derlerde televizyonda düz koşuya, çapraz koşulara başlandı. Evet. O zaman anlardık ki spora geri dönüyor. Ama dünya standartlarında artık FIFA 11 var. Futbolcular bunun ekonomik düzeyi çok yüksek olduğu için onlarda başlandı. Bunlarda da plyometrik egzersizler yani çevikliği kısa zamanda maksimum güce ulaşma tedavisini, programını, antrenmanını yapmaya başladılar. Ve bunu artık basketbola, voleybola ve benzeri gibi spor dallarına yaydılar. Bunda da fizyoterapinin önemi ne diye soracak olursak da fizyoterapiyle artık eskiden kurumlar birkaç fizyoterapistle çalışıyordu. Şimdi artık kişisel fizyoterapistlerle çalışmaya başlandı. Hatta çocukluk devrinden fizyoterapistlerle birlikte bireysel antrenmanlara başlandı. Ve FIFA 11 fizyoterapist antrenmanları geçmişteki literatürlere bakıldıkça %30 sakatlanmaların azaldığı, ciddi hastalıklarda mesela Aşil tendonu kopması, çapraz bağ kopmalarında da %50 oranında bir iyileşme dönemi var. Son sizin də o uşaq nümunəsində Bəli. dediyimi gəlirəm. Təbii ki, sadəcə idman sağlamlığı şeylə bağlı deyil. Bu idmanın əvvəlki olan FIFA 11-dir, 12 proqramlar deyil. Yeyib içmək də bunun içinə. Nə yemək lazımdır, nə içmək lazımdır, ailələr soruşurlar. Nə bilim qida əlavələri olarmı? Dietologiya aid, Qida əlavəsi olarmı deyə soruşurlar. Deyək ki, məsəl üçün proteinlər olarmı, xüsusi vitaminlər olarmı? Çox suallar var ailələrin tərəfindən. Bu suallar bizə gələndə biz də əslində çox çətin vəziyyətdə qalırıq. Çünki ətrafdan çox şey eşidirlər. Uşaqda D vitamini mütləq lazımdırmı? Bir sualdır. Ondan sonra əlavə vitamin dəstəyi lazımdır. Böyüklər üçün də bu Qida keçərli. əlavələr və sair. Böyüklər üçün də adam məsəl üçün idman eləyir, hansı bunun xeyirdir, hansı ziyandır, çox da ətraflı məlumatlar yoxdur. Ona görə biz məsələn professional diyetisyen, bu yəni idman diyetisyeni ayrıca bir bölüm var. Yəni adamlar gedib idmançılarla işləyən diyetisyenlər var. Yəni onlar deyirlər ki, sənə bu olar, bunu yeyəcəksən, səhər bunu yeyəcəksən, axşam bunu yeyəcəksən. Buna biz indi Azərbaycanda görürük ki, hər kəs özü eləyir. Yəni özü araşdırır, özü bilir və biraz özündə şey tapandan sonra, yəni məsələn deyək ki, adam idman elədi, biraz bədən yığdı, biraz uğur qazandı, deyir ki, hə, mən düzü bilirəm. Başlayır dərs verməyə. Yəni özünə tələbələr yığır və başlayır onlara dərs verməyə. Ki bunu yeyin, bunu eləyin. Halbuki o sənin bədəninə uyğun bir şeydir. Təbii ki. O uşağın bədəninə və yaxud o bir Genetika gəncin məsələsi bədəninə var. deyil. Məsələn, sən bunu yeyəndə ortaq şeylər var. Təbii ki, bəzi şeylər var ki, onlar mütləq yeyilməlidir, içilməlidir ki, idmanda uğur qazansın, amma hamısı deyil. Yəni, hər insan bədəni üçün ayrıca onu diyetisyen dəyərləndirməlidir, ayrıca fizioterapist dəyərləndirməlidir. Dünyadakı böyük klubların, idman klublarının hamısının ayrıca fizioterapisti var, ayrıca ortopedi
var, ayrı diyetisyeni var, ayrı psixoloqları var. Yəni bu da ayrı bir mövzudur. Yəni ki uşağın və yaxud orada idman edən idmançının psixologiyasını nəzərə almaq üçün ayrıca psixoloqları var. Yəni böyük bir komanda şəklində işləyirlər. Təbii ki, ölkəmizdə də bu yavaş-yavaş bu şeyə gələcək. Yeni-yeni biz hələ şeylər, amma idmançılarımız çox professionaldır, bəli, dünyada uğur qazanan idmançılarımız var, amma hamısı öz bədənini tanıyaraq, özü inkişaf eləyərək, özü yeməyini, içməyini, özü öz psixologiyasını şeylər, yəni özü öz psixologiyasını motivasiya edir özünü. Halbuki bu bir komanda şəklində, bir elmi bir şəkildə yola girməlidir bu. Məndə özümdə məsəl üçün bir həmin problemlər var. Bir neçə zədəm var. Hansına ki mən günü bu gün də belə əziyyət çəkirəm. Artıq belə də ömür boyu məni izləyir. Çünki siz dediyiniz kimi getmişəm zala məşq eləməyə. Elə bildim deyəcəksən getmişəm sınıqçıya. Yox, ora elə gəlib çıxmamışam. Çünki getmişəm zala, görürəm orada məşqçi var. Görürəm siz demişkən bədənlidir. Deməli nəsə bilir. Nəsə bilir. Məşqçi gəl mənə kömək elə. Deyir, get götür bu ştangı 100 kilonu yapışdır üstünə, oturdur, düzələcək. Bəli. Oturdum, durdum, fəqərlərim oynadı yerindən. Getdim, o birisi deməli bu yəqin bunun başı çıxmır. Getdim başqa zal. Müalicəni keçdim, fizioterapiyadan keçdim və s. və ilə özümə gəldim. 1 ildən sonra ağrılarım keçib gedim başqa zala. Getmişəm başqa zala. Oradan başqa məşqçi, bu da bədənlidir. Baxıram bu medalı var. Bu medalı var. Bunlar bu daha ağıllıdır. Gedim onun yanına. O da mənim çiyinlərimi zədələdi. O da bu da təzədən başlamışam məşq eləməyə. Artıq özüm bilirəm. Biraz bu istiqamətlərim ağrım varsa, daha onu eləmirəm. Artıq naqruzkanı azaldıram, yəni ona uyğun. Çünki genetik olaraq hər hansı bir insan bir fizioloji bir bədən quruluşu var. Bəli. Ektomorf, endomorf, mezomorf, sırf bu istiqamətdə desək. Eyni qaydada da təbii ki, hər bir idman növündə artıq uşağa uyğun olaraq və yaxud da yeniyetməyə uyğun olaraq xüsusi proqramlar hazırlanmalıdır, nəzərə alınmalıdır. Təbii ki, məsələn, mənə şəxsən soruşsanız ki, övladlar üçün, uşaqlar üçün ən yaxşı idman nədir? Mən üzgüçülük deyərəm. Yəni bu mövzuda mübahisə belə eləmərəm heç kimlə. Çünki insan bədəninin fiziologiyasına ən hörmət eləyən idman növü üzgüçülükdür. Çünki suyun içindəsiz, ağırlıq yoxdur, hərəkət var, ciyər genişlənir, ondan sonra duruş, qaməti təsir eləyir, onu psixolojik olaraq insana pozitiv enerji verir. Mən özüm də sevirəm, ona görə onu o tərəfdən də tərifləyirəm. Amma məsəl üçün uşaqlar ağırlıq qaldırmaq necə bir sağlamlıq verə bilər? Ağırlıq qaldırmaq bir yarış məqsədli olan bir şeydir. Nəsə bir medal qazanmaq üçün olan bir şeydir. Yoxsa ağırlıq qaldırmanın məsələn boy qısalığı yaratdığını deyilən çalışmalar var. Yəni siz o uşağı ağır qaldırmaya qoyaraq idmana və yaxud deyək ki, güləşə gedib qulaqları müəyyən şey alır. Şimdi biz qulaq quruluşuna təbii ki, yarışa gedib uğur qazansın. O sağlamlıq deyil. Amma yarışa gedib uğur qazanmaq, oradan müəyyən nailiyyət əldə etmək, pul qazanmaq bu önəmlidir. Ona görə bir kavram var, bir anlayış var. Professional idmançı. O mövzu həqiqətən mən çox vurğulamaq istədiyim mövzudur. Yəni, kim professional idmançı sayılır? Əgər bir idmançı o işdən pul qazanırsa, o professional idmançıdır. Yəni, bu adam deyək ki, voleybol oynayır, professional voleybolçudur, 13-14 yaşında qızlar da, oğlanlar da idman edirlər. Gələcəkdə karyera planı var. Yəni, bu voleybol komandasında oynayacaq və yaxud futbolçudur, kariyer planı var ki, mən futbolçu olacağam və futboldan pul qazanacağam. Artıq onu professional saya bilərik. Yəni, professional olmaq artıq pul qazanırsa bu işdən, bu deməkdir ki, artıq sən zədələrə açıqsan. Sən sağlamlıq üçün eləmirsən, sən o pul üçün eləyirsən. Bunun üçün bir nümunə verim. Məsələn, hamımızın tanıdığı İbrahimoviç. Tanıyırsınız. Məsələn, İbrahimoviçin son diz rentgeninə baxsanız, məsəl üçün 50-60 yaşında insanın dizin rentgenidir. Halbuki səbəb İbrahimoviç diz zədələri yaşadı. Ondan sonra əməliyyat oldu, ön çarpazı qopdu və qayıtdı, bombardir oldu belə deyək də. Necə oldu bunu? Qol kralı oldu. Necə oldu? Çünki adam o işdən pul qazanır, milyonlar qazanır. O diz onun üçün çox önəmli bir şey deyil, sağlamlı deyil onun dizi. Halbuki bizim yanımıza gələn şeylər var. Deyək ki, İbrahimoviç yaşında olmasa da bizim yaşlarımızda gəlib gənclər də özümü gənc sayıdama yönəldirdim. Hamımız gənc. Hamımız gənc. Gəlir deyək ki, halı sahada futbol oynayır. Yəni bu həftə sonu ona da ayrıca bir mövzu olaraq həftə sonu idmançısıdır. Yəni sadəcə həftə sonuna idmançı elə. Onların zədələri də ayrıdır. Heç bir idman şeyi yoxdur. Hafta sonu sporcular deyə türklərin də, yəni bizim ədəbiyyatda da bildiyimiz şeylərdir. Və hafta sonu sporcuların, həftə sonu idmançıların bir xüsusiyyəti var. Zədələrə çox açıq. Həftədə bir dəfə futbol oynayırlar. Elə bilir ki, yaxşılıq eləyir özünə. İndi bu həftə sonu idmançısı gəlir, ön çarpazı qopur. Biz buna deyə bilmirik ki, sənin ön çarpazını düzəldəcək,
Sonra get yenə həftə sonları Yəni. idmançına. Xeyr, sən İbrahimovic deyilsən. Yəni sən bu işdən pul qazanmırsan. Sən nə edəcəksən? Oradan sağlamlığını qazanandan sonra, bağın təmir olandan sonra, yeni bağ düzəldəndən sonra bitdi. Sən futbola qayıt verəcəksən. Çünki təzədən qopsa və yaxud o zədələnsən, artıq iş daha da çətinləşəcək. Sən bu işdən pul qazanmırsan, zövq üçün eləyirsənsə, artıq can sənindir, özün bilərsən. Bu şəkildə də deyirik. Amma İbrahimovic siz bunu deyəməzsiniz. Yəni siz deyəməzsiniz ki, burax idmandan milyon qazanır işte. İbrahimovic ümumiyyətlə heç nə demək olmur. İdmançı o elə bir şey heç də deyəməzsən. Ona heç nə demək olmur. Bir də siz bunu ona görə ayırmalısınız. Bu adam idmançı professionaldır, yoxsa amatör, yəni müəyyən vaxtlarda elə və yaxud həftə sonu idmançısıdır. Məsələn, bu həftə sonu idmançıların da öz zədələri var və yaxud dediyim üçün, məsələn, Sinan ətraflı izah eləyər, onların da məsələn axil vətərləri qopur eldi. Çünki o bədənlər axı həftə ərzində var inkişaf etdirirlər. Məsələn, onlar nə etməlidirlər? Məsələn, mən hər zaman özüm mən travmatoloq olsam da bir miqdar kiçik bilgilər vermək istəyirəm. Sinangildən öyrəndiyim şeylərdə, onlardan oğurladığım şeylərdə. Məsələn, deyək ki, isinmədən idman eləmək olmaz. Yəqin Sinan indi özü izah elər. 2 həftə sonu idmançısı necə zədələnməsin. Getdin idmana, futbola getdin, necə eləməlisən ki, sən zədələnməyəsən. Yəni bu mənim üçün də sənin fikirlərin daha önəmlidir. Ya şimdi birincisi bizim kliniğe geldiğinizde ilk söz hayat harekettir konusu Life is Movement. Yani biz o çocukluk devrinden başladığı dediğimiz zaman en güzel spor egzersiz yapmak, idman hareketleri yapmak. Sonra bunu bir spora dönüşmesi daha farklı. Spor zedelenmelerinde ise bunun tedavisi her insana farklı yanaşıyoruz. Her hastaya farklı yanaşıyoruz. Her sporcuya da farklı yanaşıyoruz. Onun için her branştaki futbolcu, basketbolcu olmasına bakarak da farklı yanaşmamız gerekiyor. Ama Dünya Sağlık Örgütü'nün bir bazı protokolleri var. Bir ön çapraz bağ kopmuş mesela. Kendim de çapraz bağımı koparıp bu süreçten geçtiğim için hatta bundan dolayı bu mesleği seçtim. Bundan dolayı bu sporcuların birinci psikolojik olarak ne yaşayacağını öğretmek gerekiyor. Ne zaman ne olacağını bilmesi gerekiyor ki bize durmadan şu soruyu sormasın. Evet, ben ne zaman eski halime döneceğim? Ne zaman bu ağrılarım geçecek? Bizde ameliyattan sonra 3 dönemimiz var. 6 dönem, 3 dönem, 4 dönem bu hastalığa göre değişiyor. Ama tedavi programları pasif, aktif, asistif ve aktif egzersizler dediğimiz dönemler var. Bu dönemlerde yaptığımız tedaviler, Yasin Hocam güncel olayları takip ettiği için erken dönem rehabilitasyon önem veren bir doktor. Onun için ilk zamanlar yani dikiş çıktıktan sonra hemen tedaviye başlıyoruz ve hastayı literatürde anlamlı bir fark var. Bir an önce komplikasyonlardan yani şikayetlerinden arındırılıyor bu hasta. Pasif dönemde başlıyoruz. Hastaya diyoruz ki sakin, istirahat edin ve bu dönemde bize bırakın. Zaten uzandığı yerde tedavi görüyor. Ufak tefek egzersizler ve bazı yöntemlerimiz var. Artık aktif asistif biraz yardımlı oluyor. Burada hasta mesela bir squat yapmak istiyor ve squatta ağrı var. Bu dönemde mini squat yaptırıyoruz mesela. Bakıyor ki bir tane yaptı ağrısı yok. Bir sonraki hafta 5 tane 10 tane yapıyor. Yine ağrı yok. Bu sefer squat'a geçiyor. Artık aktif dönem sonlara yaklaştığında zıplama, tullama denilen hareketleri yaptığında bu kendi güveni gelmeye başlıyor. Amma bunlar məsələn şeylər həftə sonu idmançıları bunları bilmir. Yəni Evet. bunlar zədələnmədən sonrakı bəhs etdiyin şeydir, amma həftə sonu idmançılar ümumiyyətlə heç bilmir, eşidir ancaq kimsə ön çarpazlığı qopub. Yəni bu adam ön çarpazı qopmasın deyə və yaxud axil vətəri qopmasın deyə bəzi şeylər eləyir. Məsələn mən şəxsən özüm deyirəm, indi əlavələr də sən eləyərsən, deyirəm ki, məsəl üçün 10 dəqiqə qaçın. Düz koşu elə. Yəni bir bədən kardio deyilir. Yəni kardio elə ki, bədən isinsin. Bu sadəcə onunla belə deyək, onunla kısıtlı qalmır. Sadəcə kardio yetərli deyil. Sonra açma gərmə egzersizi deyil. Biz nə görürük? Məsələn, gedin indi həftə sonu idmançılarının qapı açılan kimi, stadiona girən kimi topu götürürlər, başlayırlar. Yəni heç biri də sağlam deyil. Baxın hamısı kilolu. Yəni belə deyək, şəkilli insanlardır. Yaş müəyyən yaşı məsələn futbolçular üçün karyera 34-35-də artıq sonlarındasa bizim həftə sonu idmançıların çoxu 34-35 yaşında başlayırlar. Yəni hazır ortopedik fizioloji xəstələrdə belə deyək. Yəni o insanlar potensial zədələnirlər. İndi onlara mən dediyim ki, bu isinmədən başqa bir tövsiyə edəcəyim bir şey ola bilər ki, bu adamlar heç olmasa bir miqdar onların zədələri azalsınlar.
Ya tabii profesyonel bir sporcuysa zaten FIFA 11 dediğimiz şeyi Bilirler. yapıyorlar. Bunları yapıyorlar. Ama sedanter yaşam olanlar, ofis Bəli. işi yapanlar bunları bilmiyorlar. Ya da hobisel olarak amatör sporlarla uğraşanlar için tavsiyelerimiz günlük yaşantılarında biz bu egzersiz programları veriyoruz. Eskiden bir kağıt verirdik, gidin evde yapın derdik ama bunu artık Eləməzdik. 7-8 yıldır yapmıyoruz. Çünkü yapmayacağını biliyoruz. Günde 3 defa yap diyoruz ki bir defa yapacağını tahmin ediyoruz. Onun için onlara proprioseptif ya da şöyle söyleyeyim çevik, kuvvet, denge, germe, güçlendirme yönelik egzersiz programları veriyoruz. Bunları diyoruz ki günlük yapın ve düzenli kontrollere gelin. Günlük yaşantılarında şunu istiyoruz. Kas gücü kütlesini arttırmak istiyorsanız fitness'a gidin. Haftada 2 ya da 3. Buna bir program çiziyoruz. Vücuda esneklik ise pilatese gidin diyoruz. Klinik pilatese ya da biraz daha psikolojik ya da farklı bir şekilde bakmak istiyorsanız yoga gibi Yoga. şeyleri tavsiye ediyoruz. Bunlar hastanın doğru yönlendirme şeklinde ileriki zamanda zedelerden uzak durmasını sağlayacak programlar aslında. Ama direkt gittiğinde, direkt yüklendiğinde problemler yaşanabiliyor. Ve günümüzde şu var, 5 kilo, 10 kilo ağırlık taşıdığında bunu bir hafta sonra 20'ye çıkarıyor, 30'a çıkarıyor, 50'ye çıkarıyor. Bu da mini travmalar oluşturuyor kasların içinde, ezelilerde. Günümüzde momentumu yakalamak çok önemli. Yani her gün, her dakika, bir hafta sonra, bir yıl sonra aynı performansı yakalamak gerekiyor. Bunun için de 10 kiloyu 5 defa yapıyorsan 10 defa yap. 100 defa yap. Sen tekrar sayısını arttırmanı istiyoruz ki bu kuvvetlilik ve çeviklik olsun vücudumuzda. Sinan əlavə eləmək istəyirəm. Dedin pilates və yoga. Yəni təbii ki, mən Türkiyədə olduğum dövrdə də pilates və yoga sayısı artmağa başlamışdı. Klublar açılırdı. İndi Azərbaycana gəldim, maraqlı bir şəkildə burada da çox Çox sayda artır. pilates, yoga Gündə bir məşğul olunur. açılır. Hə, gündə bir açılır. Birincisi pilates və yoga. Mən özüm bu arada pilateslə məşğul olmuşam. Reformer pilateslə. Sadəcə maraqlı gəldiyi üçün İzmirdəykən məşğul olmuşam. Çox ağır bir şeydir. Yəni kənardan heç insan üçün sadə görünür. Mən dedim ki, bu nə var ki, mən bunu eləyirəm. Yəni ayağını qaldır, bunu elə, aləti belə. Mən də baxıram yerlənir də öz Aha, elə fikirləşsən ki, yerlənir. Amma məsələn deyirsən ki, bu alətsizdir də. Amma insanın öz bədən çəkisini istifadə edirlər və o qədər ağır bir işdir ki, mən pilatesdən çıxandan sonra çox yorulurdum. Təbii ki, çox getmədim. İdmana özüm uzaq dururam biraz. Yəni sadəcə həvəsim yoxdur. Yoxsa idman ziyan olduğu üçün deyil. Adamlar məsələn pilates və yoqaya gedib elədikləri idmanın ağırlığının fərqində deyillər. Xüsusən də məsələn qadınlar pilateslə və yoqa ilə daha çox məşğul olurlar və məşğul olduqlarında onun necə ağır bir şey olduğunun fərqində deyillər. Heç vaxt idman eləməmiş görürsüz qadınlardır. Ya 30, 35, 40 yaş biraz ileri yaşı birdən-birə pilatesə yoqaya gedirlər. Yəni elə ağır zədələrlə gəlirlər ki, bel yırtıqlarından tutun, menisk yırtıqlarına sadə şeylər də düşünə bilərsiniz, amma heç vaxt idman eləməyib birdən-birə o yükün altına gedir. Yəni daş qaldırsa bəlkə daha rahat olar. Belə deyim sizə. O pilates və yoga çox ağır şeydir və bu qədər ağır bir işi bilən adam sayısı nə qədərdir? Yəni neçə nəfər pilates müəllimi Azərbaycanda həqiqi pilatesi bilir? Sadəcə o aləti alıb ora qoymaqla və yaxud da alətsiz hər hansı bir yoga bunu bilən adam, bunu professional bilən adam, hansında zədəli var və yaxud deyək ki, qadın var, deyək ki, dizində problem var. İndi bunu hansı hərəkət olar? Hansı hərəkət olmaz? Bunu pilates müəllimi bilməlidir. Bilmirlər. Yəni çox olub belə hamısının günahını almayaq belə tüklər demiş. Yəni bilənlər də var. Yəni professional insanlar da var. Amma gedəndə onu araşdırıb getmək lazımdır. Necə ki həkimə araşdırıb getmək lazımdır, pilatesə də araşdırıb getmək lazımdır. Nə bilim maşın ustasına da araşdırıb getmək lazımdır. Yəni pilates müəllimi burada sizi zədələrə daha çox yön verə bilər, apara bilər. Okay, mən misal üçün deyirsən araşdırma. Mən uşağı misal üçün vermək istəyirəm hər hansı bir idman növünə. Orada hamısına deyirlər ki, sağlamlıq kağızı gətirin. Gedin poliklinikadan sağlamlıq kağızı gətirin. Gözü görür, nəfəs ala bilir. Hə, deməli sağlamdır, gəlsin. Əgər mən istəmirəm ki, uşağım hər hansı bir zədə alsın və yaxud hər hansı bir bəlkə zədəyə meylli ola bilər. Bəli. Onu mən hansı həkimə aparım? Normalda biz ortopedlər, ortoped cərrah, biz işimiz ancaq kəsmək, iynə vurmaq və bir şəkildə bəzi şeylərə dərmanla müalicə etmək. Ancaq bu işin təməlində fizioterapevtlər yatır. Bunlara ilkin müdaxiləni, ilkin fikir bildirənlər onlardır. Onlar ehtiyac görəndə
ortopedə yönələn. Məsələn, gedir xəstə uşaqda deyək ki, 11 yaşında dizində problemi var. Birinci fizioterapi baxır ona ki, bu məsələ fizioterapiya ilə həll olan bir şeydirmi? Dərmanla həll ola bilən bir şeymi? Yəni xüsusi bir şeylərlə, yoxsa buna bir cərrahi müdaxilə ehtiyacı var. Onda bizə yönləndirir. Biz artıq cərrahi olaraq müdaxilə, yoxsa bizə də ilk gələ bilər. Xəstə gəldi, uşaqda bir doktor bu ağırlıq qaldıra bilərmi? Məsəl üçün deyə baxdı. Ümumi fiziki müayinəsini eləyəndən sonra bəli qaldıra bilər, amma filan tövsiyələri eləyir deyə bilərik. Amma idealı bunların, bu xəstələrin, bu uşaqların və yaxud idmana başlayacaq kimsə idealı fizioterapistin kontroluna girməyi ki, professional məşğul olacaqsın. Söhbət professionaldan gedir. Yoxsa həftə sonu idmançılar üçün gedib bir fizioterapist kontroluna girməyin şeylər. Onlar zədə alandan sonra gedirlər. Onlar işi sonradan başlayır. Ona görə öncəsində dediyim kimi professional idmanla məşğul hər kəsin bu artıq ailələr bunu bilsələr, uşağını bir fizioterapistin normal işi bilən bir fizioterapistin yanına aparıb bir kontrola girməni tövsiyə edirəm hər zaman. Ek olarak şöyle söyleyebilirim. Fizyoterapist bir diagnoz koyucu değil. Buraya geldiğinde bir postür analizi yapıyor. Ve yürümesine bakıyor, vücudun anatomik durumuna bakıyor, bir hikayesini alıyor. Şüphelendiği noktalarda ortopedi, nörolog gibi taraflara onlara yönlendirip onların bir bakıp detaylı şekilde bakıp evet burada bir problem var teşhisini onlar koyuyor. Biz sadece burada tedavi yapan tarafız. Ama bir ortopedi tarafından gelen bir sporcu ya da hasta grubu olduğunda yine çevredeki kas gruplarına bakıyoruz, eklemlere, oynaklara bakıyoruz ki bir problem var mı yok mu diye karşılıklı konuşarak halletmek gerekiyor. Çünkü tek taraflı değil bu iş. Birçok doktorla birlikte birçok sağlık ekibi oluşturmak. Onun için sporcu için hocam da söylediği gibi bir diyetisyen, psikolog, fizyoterapist ve doktor ekibi birlikte çalışılması lazım. Hatta antrenörler, fitness'taki koçlar, yaşam koçları bunlar birlikte çalışılması gerekiyor. Sinan mesela dedi bu saydıqların içində mesela heç sınıqçı yoxdur. Heç yəni deyək ki, məsəl üçün heç ara həkimi anlayışı yoxdur. Amma məsələn inan ki elə professional idmançılara görəm adam bu işdən yarışlara gedir, dünya yarışlarına gedir. Deyir ki məsəl üçün doktor çiynim çıxmışdı. Getdim sınıqçı yerinə saldı. Şok olurum ya sən bu işdən pul qazanırsan, karyera planın var, şeyin var. Necə sən sınıqçıya gedə bilərsən? İndi rəqabət olaraq yəni travmatoloqların ən böyük rəqibləri sınıqçılar olaraq düşünə bilərik. Amma bu adamların necə canını əməliyyat edirsiniz? Yəni sən axı bu işdən professional olaraq məşğul olsan, yəni məsələn bu problemlər dünyada çox azdır sınıqçı. Daha çox belə biraz aşağı inkişaf etmiş ölkələrdə. Çünki sınıqçı bu işin müalicəsini daha ucuz üsullarla eləyir. İndi amma təbii ki, xəstəxanaya gedən daha xərc söhbəti girir oraya. Ona görə ancaq yenə deyirəm, yəni adam professionaldır. Nə pulla bağlı problem var, ya da nə deyək ki, universitet müəllimi görmüşəm məsələn sınıqçıya gedib. Yəni universitet müəlliminin sınıqçıda nə işi var? Yəni bu şeyləri indi Sinanın saydığı həkimlər hara, diyetisyen, işte psixoloq falan, bir də bütün bunların hamısının ortağı sınıqçı var. Hər şeyi həll edir. Məsələn, sınıq yerə sal, deyir ki, sabah futbol oyna. Onlar ana mərkəzdələr. Məsələn, deyir ki, bütün mərkəz onda deyir ki, ayağın yerini otuzdurdum, əladır. O da deyir ki, nə yaxşı oldum, səhərsin gedir idmana. Yəni o siz yəni bu valideyn olaraq da siz də yəni, ola bilər ətrafdan deyə bilər ki, falan yerdə yaxşı bir sınıqçı var. Okey. Amma uşağa nə qədər ziyan verəcək, nə qədər xeyir verəcək, heç kim onun belə deyək, bizə gəlib garantiya soruşa bilirlər xəstələr ki, doktor, buna nə qədər garantiya verirsən? Amma mən heç bir sınıqçıya garantiya soruşulduğunu görməmişəm ki, sınıqçıya desin ki, buna nə qədər garantiya verirsən? Heç bir sınıqçıya kilometr probek garantiya verirsən? Yəni sınıqçıda heç vaxt garantiya soruşulmur da, amma həkimdən bu garantiya söhbətini eləyə bilərlər. Ona görə yəni cəmiyyəti də, insanlar da düzgün istiqamət etmək lazımdır ki, onlar da düzgün şeylərə girsinlər. Və yaxud deyək ki, qidalanmalarına ziyadə dedik ki, diyetisyen. Yəni bir diyetisyenin verdiyi protokol var. Bunu ye, bunu. Bir də qonşunuz Əhməd dayının dediyi şey var. Xaş ye. İndi sən belə deyək, xaş ye dedi. İdmançıya xaşla yarışa hazırdır. Yəni o hara? Yəni səhər bunu yeməlisən, günorta bunu yeməlisən, axşam bunu. Bir də var ki, səhər dur xaş ye.
oynaqların möhkəmlənsin. Xəmir qoy, xaş ye. Məsəl üçün də çox şeylər və yaxud diz ağrı kələm qoy. Kələm. Yəni şimdi biz yəni müzakirə edilmiş şeyləri nə qədər müasir olmaqla, amma cəmiyyətin reallığı o deyil də. Yəni ona görə onlarla da savaşırıq. Yəni soruşur ki, məsələn indi Sinan da indi rastlaşır deyir ki, deyəm fizioterapiya lazımdır sizə. Deyir tok. Məsələn, birinci sual budur. Məsələn, Sinan özü bu izah elə, yəni fizioterapiya deyəndə birinci ağla tok gəlir. Halbuki çox fərqli şeylərdir. Yəni çox geniş bir sahədir. Və xəstə mənə ki, doktor mənə tok yaz. Yəni mən sənə niyə tok yazdım? Yəni fizioterapiya yönləndirəm. Ona məsəl üçün deyək ki, fizioterapi hərəkətləri verir. Mənə görə ki, doktor mənə tok yazmadı. Yəni məsələn, yəni ona görə o insanlara düzgün informasiya, başqa cür bu işləri belə insanlara istiqamətlənmək olmaz. Mütləq düzgün bir məlumat verəcəksən ki, onları da düzgün istiqamətləndirsinlər. Evet, yani zaten fizyoterapi daha yeni inkişaf olunan bir iddialı. 40-50 yıllık bir süreci var. Doğu bloğuna gittiğiniz zaman, işte Rusya, Çin'e gittiğiniz zaman biraz daha elektroterapi tok kısmına gidiliyor. Ama batı kısmına gittiğimizde egzersiz, idman programları önüne çıkıyor. Şimdi biz tam ortada olduğumuz için her ikisi de var. Ondan dolayı bir elektroterapi, toka çok önem veriliyor. Aslında bu bize yardımcı ajanlar. Yani bizi muhalece edecek bir duruma getirmiyor. Çünkü bir dizimizde, çiğnimizde, omzumuzda herhangi bir problem olduğu zaman bunu eski haline getirmesi için oradaki kası eğitmek lazım. Bağı ve teri eğitmek lazım ki eski haline gelebilsin. Bunun için mutlaka idman hareketleri yapılması lazım. Yani idmansız bırakılmaması gerekiyor. Toklar sadece bu idmanlar yapıldığı zaman sadece ağrıyı arttırmasın, ödemi azaltsın gibi, yani komplike olan durumları düzelsin diye yapılan şeyler. Burada bir yanlış bir durum var. Bu bence hem sigorta sistemleri hem de bilinçli bir durum olmadığından dolayı bence dünya genelinde bu var. Yavaş yavaş da düzeliyor. Ama bizim amacımız idman programları olması lazım ki hastanın eski haline, eski anatomisine geri dönmesi. Sporcu rehabilitasyonu da biraz önce bahsediyorduk. Bu konuda en önemlisi. Çünkü sadece sporculara yapılan bir şey değil. Fizyoterapinin %90'ı, hatta insült hastasına yapabiliyoruz. Niye? Çünkü onun ezele grubu çok düşük. Bir tane skala var. Kas gücü skalası. Bu 0'dan 5'e kadar oluyor. 0'dan 4'e kadar olan hasta grubu. 4'e kadar geldiğimizde normal sağlıklı insan. Bunun bir tık üstü 5 sporla uğraşan kas gücü kütlesine dek. Şimdi bir adamın mesela omurgasında bir problem var. İnsült geçirmiş. Artık eski vaziyetine %80-80% düzelebilir. Artık onu spor rehabilitasyonu alıyoruz ki bir daha bu problem yaşanmasın. Çünkü normal sağlıklı insanın gücüne ulaşsa yine o problem yaşanacak. Onun için sporcu kas kütlesine gelmesi lazım ki daha fazla egzersiz, daha fazla idmanlar yaparak bunun gücünü arttırmak gerekiyor. Yapılan yanlışlıklar da genelde tokları sadece yaparak insanları iyileştirmek. Evet, 50%, 60% faydası var. Bunu bir ağrı kesici içerek de, medikal tedavi yaparak da olabiliyor. Ama ki biz sağlıklı bir fiziksel durum istiyorsak kesinlikle idman programları yapmak lazım. 15 dakika, 20 dakika ne kadar az olduğu çok önemli değil. Ama yapmak gerekiyor ki tedavi olsun bu hastalar. Yoksa 3 ay sonra yine aynı problem için gelecektir. Ya 6 ay sonra ya da 1 yıl sonra gelecektir. O programlara riayet eden, yani uyan hastalar ya da sporcular daha uzun vadede bir performans ya da iyileşme sağlıyorlar. Bu sınıqçılardan danışmışkən, bu sınıq ümumiyyətlə sümüklərin sınması və ya da sınmağa daha çox meylli olması. Bu həkimlər deyir ki, tez-tez sınır, hadi mən kalsiy azdır. Bəli. Ən məşhur ifadədir. İndi həqiqətən daha çox nədən ola bilər? Çünki həqiqətən elə adam var ki, deyir o daşa, divara heç nə olmur, maksimum əzilir. Elə adam var ki, gedib ayağı tinə dəyən kimi barmağım qırıldı. Burada məsələ nədir? Deyək ki, kimsə yaşlı xəstələri ayırmaq lazımdır burada. Onların sümüyü əriyir. Yəni qadınlarda 50 yaşından sonra onlar menopoza girirlər. Kişilər 70 yaşından sonra artıq testosteron səviyyəsi aşağı düşdüyünə görə başlayırlar sümük əriməsi yaşayırlar və onların sınıqları çox görünür. Bu bilinən bir şeydir.
Ancaq daha az yaşlarda, məsələn uşaqlarda Azərbaycanda bəlkə də indi bu proqramı izləyən insanların demək olar ki 80-90% D vitamini problemi var. Məsələn baxın, gedir analiz edilir, D vitamini aşağıdır. Kalsium qəbul edirlər, D vitamini. Niyə? Biz məsələn günəş enerjisini daha az qəbul edirik. Çox içəridəyik, çox çölə çıxanda bizə elə gəlir ki, günəşli bir yerdə, amma əslində qaranlıq bir mühitimiz var. Dənizə gedirəm. Gedirəm, o bəs eləyirdi, amma məsələn tövsiyə olunur uşaqlara doğuşdan etibarən D vitamini qəbul olmalıdır. Yəni uşaqlar 3 yaşına qədər bu D vitamini mütləq qəbul eləyirlər. Yəni o raxitizm dediyimiz problemi yaşamamaq üçün. Biraz böyüdüyü zaman qidalanma önəmlidir. Yəni ki, təbii ki, bunun əsas faktor genetikadır. Yəni bəzi elə adam var ki, onun genetikası çox sağlamdır, yesə də yeməsə də bir yerində çox rahat qırığı olmur. Amma elə adamda var ki, genetikası sağlam deyil, onlar daha çox belə sınığa meyilli olur, zədəyə meyilli olurlar. Qidalanma da təbii ki, burada önəmli olur. Adam deyək ki, kalsiumdan, D vitamininə zəngin olan biz ağartı məhsullardır. Ət, süd, qatıq, pendir, yumurta belə şeylərdən daha az yeyir. Ona görə də sümükləri möhkəm olmur. Sümük sərtliyi deyil, densitesi deyil. Onlar yaxşı olmadığına görə bu sümüklər qırılmağa meyilli olur. Ona görə onlar deyir ki, sən birinci ağartı məhsullarından başla yeməyə. İndi bizim valideynlərin və ətrafda soruşanlar şey nədir? Çox eşidirəm. Deyir ki, dizim ağrıyır, kalsium içdim. Yəni dizin ağrımağının sadəcə dizin içində nə qədər bağ, vətər, ondan sonra qığırdaq, sümük o qədər kompleks bir oynaqdır ki, məsəl üçün diz, siz onu kalsiumdan mən xəstələrə belə deyirəm ki, elə bir ki müharibəyə gedirsiniz, tank var, top var, nə qədər şey var, sizin bir dənə də tapançanız var. Tapança kalsiumdur. Yəni kalsiumla neçə adam öldürə bilərsən, yaxud necə qabağa gedə bilərsən. Və üstəlik kalsiumun çoxu da böyrəkdə daş əmələ gətirir. Yəni siz çoxlu kalsium içsəniz, böyrənizdə daş əmələ gəlir. Yəni digər problemlər əmələ gəlir. Ona görə siz o kalsiumu əvvəlcə analizini verib yoxlamaq lazımdır. D vitaminini yoxlamaq lazımdır. Normaldırsa əlavə qəbul etmək sizi möhkəm eləmir. Tam tərsi xəstə deyil. D vitamini özü orqanlarda birikir, problemlər yaradır. Ona görə birinci analiz verib yoxlamaq lazımdır. Sən də D vitamini necədir, kalsium necədir? Əgər bunlar normaldırsa, onda başqa bir hər hansı bir əlavə qidaya, əlavə şeyə ehtiyac yoxdur. Düzgün qidalanmaq lazımdır. Bu bayaq saydığım ağartı məhsullarına qidalanmaq. Yox, normal deyilsə onda preparat olaraq, dərman olaraq onu qəbul eləməlisən. Ancaq ağrı üçün heç bir diaqnoz olunmadan, heç bir analiz verilmədən, MRT yox, rentgen yox, sadəcə kalsium içmək mənasız bir şeydir. Onu deyə bilərəm. İnsanlar dediyiniz kimi sümükləri də bir-birinə fərqli olduğuna görə bu şəkildə bəziləri tez qırılır sümükləri, bəziləri gec qırılır. Ən önəmli faktor təbii ki, genetikadır. Yəni fizioloji özelliyi. hamının genetikası fərqlidir. Bəziləri idman eləyir, nə qədər idman eləyir, çəki verə bilmir. Bəziləri heç idman eləmədən çəkirsən. Ona görə yəni hər zaman bunu demək istəyirəm ki, çünki bəzi insanlar müəyyən yaşı çox rahat keçirirlər. Siqaret də çəkirlər, ondan sonra içki də içirlər, amma 90 yaşa qədər yaşayırlar. Deyir ki, mənim babam yağlı yerdi. O genetikası elə idi. Bu onu demək deyil ki, sən də elə olacaqsan. Belə bir şey yoxdur yəni. Genetika deyəndə də bunu nəzərə almamaq lazımdır. Ailəmdə mənim babam 90 il yaşayıb, mən də elə yaşayacağam. O deyil. Sən çünki genetikanın bir miqdarını babadan aldığın kimi bu tərəfdən də alırsan. Ona görə o qarışır bir-birinə. Ona görə genetika bir tərəfə, sən özündə hər şey riayət eləməlisən ki, bu problemləri yaşamayasan. Sonra çox vaxt olur, misal üçün, uşaq yıxım. Mən bütün hadisələrim uşaqlardan bağlıdır. Ona görə uşağı sual verirəm. Gedirsəm, uşaq yıxıldı, ya da həmin futbolda, nəsə həyətdə oynayanda ayağı əzildi, şişdi. Aparsan rengenə, rengəndə göstərki nə yoxdur, sınığı yoxdur. Terapevt də deyir ki, heç nə, get, mas çək, otur, düzələcək. Amma heç kim, məsəl üçün, fizioterapistə yönləndirmir. Bəli. Nəyə görə? Dediğim gibi yeni inkişaf olunan bir bölüm. Fizyoterapist insanlara lüks gelen. Yani herkese ihtiyacı olan bir durum değilmiş gibi. Son hadde gelmek gibi bir psikolojiler var. En son hadde, en son ağrıları en çok çoğaldığı zaman da geliniyor. Ve şu an çok insanda bildiğini düşünmüyorum. Bundan dolayı da geç geliniyor. Geç gelindiğinden dolayı geç tedavi olunuyor. Bizde erken dönem tedavisi çok önemli. İlk zamanlar geldiğinde yapılan tedavi, sonradan yapılan tedaviye göre çok farklı bir durum oluyor.
Yani bunu genel olarak bilinçli olmaktan ve küçüklüğümüzden beri biliyoruz ki doktor bir sistemimiz var, doktorlar var. Bunu doktorları da bilinçlendirmek gerekiyor aslında. Burada sənə qatılıram. Çünki məsələn deyək ki, biz əməliyyat edirik, travmatoloqlarıq, əməliyyat edirik. Cərrahiyyə bitəndə mən xəstəyə deyirəm. Deyirəm ki, bax mən əməliyyat elədim, işim bitdi, xəbəriniz olsun. Sinanın yanına gedə bilərsiniz. Yəni çünki o əməliyyatı mənim işim deyək ki, ora hər hansı bir lövhə qoymaq, mil qoymaq, şurup qoymaq, o iş bitəndən sonra oynağın hərəkəti, yaxud da sümüyün əvvəlki vəziyyətinə qayıtmağı travmatoloqun işi deyil. Artıq iş keçir fizioterapevtə. Bərpaya fizioterapist. Siz görə bilərsiniz, ona görə Sinan vuruladığı şey həqiqətən doğrudur ki, həkimlər bunu bilməlidir. Adama baxırsınız məsəl üçün deyir ki, Yasin bir rentgenə baxıram, çox yaxşı əməliyyat eləmişəm, amma bu xəstənin əli işləmir. Niyə? Baxırsınız ki, xəstəni yaxşı, çox gözəl əməliyyat eləyib. Rentgen əla, super. Amma xəstəyə fizioterapiya vermir. Halbuki vaxtında fizioterapiya versə, hərəkət versə, o reabilitasiya olub hərəkət qabiliyyətini çox tez qazana bilər. Gecikəndən sonra da bu çətin olur. Yəni sizin ilk başda deyək ki, qırıqdan məsəl üçün qırıq əməliyyatı oldu, verəcəyini fizioterapiya. Bir də var ki, məsələn, xəstə getdi, 3 ay sonra gəldi ki, doktor bu işləmir qolum, mən neyniyim? Onda iş daha da çətin olur. Artıq oynaqlar yapışır, Sinan özü ətrafında deyil. Ondan sonra iş daha çətinləşir. Ona görə erkən dövrdə həkimlərin də, yəni bizim travmatoloq həkimlərin də bunu bilməyi lazımdır. Cəmiyyət də bilməlidir. Yəni bu verilişdə də əsas məqsəd yəni cəmiyyətə müəyyən şeyləri çatdırmaq ki, onların da bilsin ki, siz bir qırığınız ondan sonra düşünməlisiniz ki, mən əməliyyat oldum və yaxud hər hansı bir oynaq problemi əməliyyat oldum. Bəs fizioterapiya onda artıq həkimə bunu müraciət eləməsə belə özü o yola girə bilər ki, mənə fizioterapiya lazımdır. Müalicədən sonra bərpa müddəti, reabilitasiya dövrü var. Sözün özü Travmatologiyada reabilitasiyası fizioterapiya. Bəli, tamam. Kesinlikle ya, ben direkt söylemek istemedim. Önce bilinçlenmeden bahsettim ama hastalar genelde doktor yönlendirmedi diyor. Yani benim yapabileceğim bir şey yok diyor. 5-6 ay geçmiş üzerinden. Siz de tedavi görmeniz gerekince şimdi aslında travmatoloğun, ortopedin ya da diğer doktorun yönlendirdiğinde hasta daha çok güveniyor. Evet, doktor yönlendirdi. Bu sefer tedaviye daha iyi, verimli. Çünkü plasebo etkisi çok fazla bu tedavide. Psikolojik olarak da hastayı tedavi etmemiz gerekiyor. Onun için genelde doktorların yönlendirmesi. Kendi aramızdaki bir problemi söylemek istemedim ama bir aramızda böyle bir problem var. Evet. Evet, onun için doktorların yönlendirmesi daha iyi olacaktır bu konuda. Doğrudur. Yəni burada düzgün istiqamətləndirməyə vurğulayır. Ancaq yəni ölkədə düzgün istiqamətləndirməyən fizioterapevtlər, fizioterapistlər artıq adını nə qoyurlarsa onlar da öz aralarında bir konfliktdədirlər. Nə deyirsə də onlar da düzgün bəzən istiqamətləndirmirlər. Biz də onun problemlərini həkim olaraq ondan sonra travmatoloqlara yaşayırıq. Yəni xalq da, cəmaət də, millət də, cəmiyyət də bilməlidir ki, elə fizioterapistlər, elə bu işə istiqamət verən insanlar var ki, insanlar yanlış yönləndirirlər. Yəni bu yanlış yönləndirmənin qabağını biz ala bilmirik. Yəni nə desək də xəstəyə, nə izah eləsək də sənə masaj lazımdır. Halbuki masajın tibbi bir şeyi yoxdur. Məsəl üçün mən desəm də başqa 5 dənə fizioterapist, 5 dənə deyək ki, ortopedi uzmanı bunu desə də o inanmır. Yəni gedib masaj elətdirir. Yəni o çünki ona inandığı fizioterapist və yaxud fizioterapevt ona elə istiqamət verir. Düzgün istiqamət verir. Məqsədi nədirsə, onlar kənardan elə bilirlər ki, heç kim onları görmür. Kənardan elə bilirlər ki, heç kim onların səhvlərini görmür. Bəlkə də səhv elədiklərinin də fərqində deyirlər. Amma xəstə, onların yanından çıxan xəstələr düzgün istiqamətlərində artıq o girdikləri yolun nə qədər səhv olduğunu anlayırlar. Çevrəsini də xilas edir. Bizim həkim olaraq vəzifəmiz indi Sinan da vəzifəmiz odur ki, onlara düzgün istiqamət verək. Yəni heç olmasa bir insanı xilas elə. Çünki elə diaqnozda, elə müalicələr, xəstələr onlara inanır. Yəni Sinan özü də bilir. Yəni bu iş biraz o istiqamətlənmə şeyi də düzgün kim tərəfindən, hansı həkim, hansı fizioterapist tərəfindən olur, o da önəmlidir. Təbii ki, Azərbaycanda həkimə insanlar nə qədər güvənir, o da ayrı bir mövzudur yəni. Ümumiyyətlə mən özüm bir çox dedim uşaqlıqdan elə zədələrim olmuşdu. Adicə mənim nənələrim hər ikisi Dəmir yol xəstəxanasında çalışmışlar. Ona görə uşaqlıqda həmişə ora gedirdim və mənim adım orada bir albom, rentgen albomum var idi. Yəni günün bu günə qədər məni belə zədələrdən sonra, müalicədən sonra yalnız bir insan fizioterapiyaya yönləndirmişdi. Evet. O da uzman doktor idi. Bəli. Mənim maraqlıdır. Yəni problem bizim təhsildənmi?
Yəni Nəyə görə bilmirlər? şimdi Nəyə görə başa belə düşmürlər? deyək də, indi mən Sinan da təbii ki, indi iki ölkədə də çalışmış bir adamdır. Mən də 14-15 il xaricdə Türkiyədə, sonra burada yaxşı qarşılaşdıra bilərəm. Yəni dünya ilə Azərbaycanı qarşılaşdıra bilərəm. Gələ insanlarımızın maarif səviyyəsi o deyil. Yəni bu tibbi maariflənmə gedir. Yəni adamlar məsələn peyvəndə qarşı çıxa bilirlər və yaxud deyək ki, yəni sənin dediyin şeylərə elə alternativlər deyirlər ki, elə alternativ müalicələr gətirirlər, qoyurlar. Və yenə deyirəm, bir dənə xəstə var məsələn, müalicə üsullarını deyirəm. Deməli resept gətirdi yanıma, heç bir şikayət yoxdur xəstənin. Deyir ki, mən gedirəm kontrola. 10 dənə dərman yazıb. Bax, şəkillərinlə belə saxlayıram telefonda ki, bir gün o insanla, o həkimlə qarşılaşır. 10 dənə dərman yazıb. İndi 10 dənə dərmanın heç bir dərman kateqoriyasında deyil. Bitki tərkibli, nə bilim, papatya çayının nəyi, çay belə bitki şeyidir. Deyib ki, sənə bunlar ziyanlı şeylər deyil. Bunlar bitkidir. Bunları içərsən daha sağlam olacaqsan. Xəstə bunları içib, qaraciyər bir tərəfdən xarab olub, belə bir tərəfdən gedib. Yəni buna istiqamət verən bir adam, yəni buna istiqamət vermiş adam, o həkim bunu bu yöndə yönləndirib. İndi sən deyirsən ki, bunun səbəbi nədir? O həkimdir. İndi o həkim dırnaq içində həkim deyirəm. O təhsilini elə mi alıb, yoxsa yəni bunu demək məcburiyyətindəyəm. O dərman firmasından pul mu qazanır? Okay? Yəni sən o dərman firmasından 10 dənə dərman yazaraq hansı vicdanla, hansı belə deyək, xarakterinə sən onu yazdın, o heç bir şikayət olmayan xəstə idi, sadəcə sənə kontrola gəlmişdi. Sən ona yazdın o dərmanları, 10 dənə dərman və o məcbur oldu dərmanları al, sən deyibsən çünki həkimə. İndi sənə inanmadı, çünki mən ona dedim ki, bu dərmanlar problemlidir. İnanmadı, bitdi, bütün o həkimlərə inanma öldü adam. Həkimlərə inamı öldü, artıq nə qədər danışsaq da insanları razı sala bilməyimiz bir çətinləşəcək. Bizim işimiz Azərbaycanda bu mövzuda çox çətindir. Yəni maariflənmə problemimiz var. Deyirsən ki, necə olur ki, bəziləri fizioterapiya yazır, bəziləri yazmır. Çünki adam məsələn deyək ki, fizioterapistdən hər hansı bir qazancı, fizioterapistdən hər hansı marağı olmalıdır ki, düşünür ki, mən ona və yaxud xəstə də onu düşündü ki, bunun nə marağı var? Məni fizioterapiyaya göndərdi. Bunun 100% oradan faiz alır. Bunun nə marağı var ki, oradan bu dərmanı yazdı mənə? Ona görə mən məsəl üçün xəstələrə yazıram parasetamol. Yəni bunu deyim, bu mövzudan da deyim. Məsələn, parasetamol bir ağrı kəsici dərmandır. Xalq arasında temperatur aşağı salan kimisi. Soruşsam deyirsiniz ki, parasetamol bir ağrı kəsici dərman normalda. 50 qəpikdir. Mən yazıram xəstəyə, sənin ağrın üçün parasetamol lazımdır, bir də əlavə dərmanlar yazmışdım. Şoka gəlir ki, niyə 50 qəpikli dərmanla mən mi sağalacağam? Yəni gərək 200 manatlıq dərman mı yazaq? Yəni gərək o dərmanın pulu bahalı olanda daha mı təsir olacaq? Parasetamol adı olsa da Lux Forte Plus, onda deyəcək hə bu daha güclüdür. və məsələn adam gedir məsəl üçün indi o Sinan məsəl üçün o mövzunu istəyirəm məsələn onun da fikrini alım. Deyir ki, məsəl üçün qlukozamin, xondroitin, sulfat qida əlavələri qəbul edir. 200 manat, 300 manat bahalı dərmanlar xaricdən gətirirlər. Amma onların heç birinin üstündə yazılmayıb bunlar dərmandır. Bunlar yazılıb ki, qida əlavəsidir. Yəni bunlar təsiri isbat olunmuyor. Tibbi təsdiqi yoxdur. Amma parasetamol 50 qəpikli parasetamol təsiri isbat olunur. Yəni siz 50 qəpikli parasetamol içərək ağrınızı azalda bilərsiniz, amma o qlukozamin 200 manat verib ağrınızı təsir edə bilər. Kimsə deyə bilər ki, mən içdim, çox yaxşı oldu. Qlukozaminlər ləzzət elədi mənə, çünki onun içində dərman qatırlar. Baxın məsələn açın o preparatları, baxın üstündə içində MSM var. Yazın məsələn MSM. O bir ağrı kəsici faktor olan dərmandır. Ağrını kəsir. Siz elə bilirsiniz ki, qlukozamin və onu istehsal edən adamlar da məsuliyyət almırlar. Yazmırlar bu dərmandır. Yazırlar bu qida əlavəsidir. İndi hətta plasebo effekti verir. Plasebo tamamilə doğrudur. Yəni plasebo effekti və adam psixolojik olaraq bəlkə heç içməsəydi də sağalardı. O da. Ona görə dediyim odur ki, bu adamlara indi ölkədə bu qədər insanı görüb sənin yanına gəlib parasetamol 50 qəpikli parasetamol işləndə biraz şübhəli yanaşır. Bütün hadisələrə şübhəli yanaşır. Bütün beynində qurduğu sistem dağılır. Gəlmişdim həkimə mənə kalsium yazsın. Parasetamol yazdı. Mənim temperaturum yoxdur ki. Deyən xəstələr var. Doktor dedi, aptekdən dedilər ki, bu nədən adı? Parasetamol vermək sizin temperaturunuz daha da aşağı düşəcək. Yəni insanın temperaturunun düşmə şeyi var da, yəni müəyyən qədər düşə bilər, ondan sonra düşə bilməz. Yəni onlarla danışaraq maarifləndirmək, tək başımıza verdik biz indi müəyyən təhsil almış insanlar işi çətindir yəni. Ona görə maariflənmək nə qədər maarifləndirsə o qədər uğur qazanır. Ümumiyyətlə belə bir psixoloji bir məqam var da, xəstə həkimin yanına gəlirsə, həkim ona müalicə yazmırsa və ya hər hansı bir diaqnoz desə ki, sağlamsan, hər şey yaxşıdır, get yox.
Nəsə başa çıxmır bu həkimin. Mütləq nəsə yazmalıdır, nəsə deməlidir. Fizyoterapide genelde öyle. İnsanın vücut doğasını kullanarak biz tedavi ediyoruz. Ama bazen koruyucu tedaviler oluyor. Biraz önce glikozomin kondroitin kısmında orada kıkırdağı berpa ettiğini söyleniyor ama literatürde böyle bir şey yok. Bazen çok nadir de olsa bunları yazıyoruz ki insanlara böyle plasebo etkisi olsun. Çünkü hastanın bu kontrol süreçlerinde kendisini daha iyi hissetmesi, ağrının biraz daha azalmasını hissettirdiği için çok nadir koruyucu tedaviler uyguluyoruz. Bazen ağrı kesiciler. Ama biz vücudun kendi doğa mekanizmasını kullanarak bir tedavi yapıyoruz. Hastalar da gelince ilaç mı yazıyorsunuz diyor. Normalde elektroterapi ya da egzersiz programlarını ayarlıyoruz. Yok diyor, hiçbir şey tedavi de bir ilaç kullanmıyoruz. Bir de şöyle bir yanlış bir bilgi var. Son 7-8 yılda fizik tedavide ilaç kullanımı yasaklandı. İşte bir krem süreyim, tok yapayım ya da bunun sıvının geçirgenliğini arttırmak için bazı materyaller kullanılıyor. İşte iyontoferez, elektroferez gibi şeyler var. Bunlar kaldırıldı ama hala devam ediliyor. Çünkü bunlar doktorlarımız tarafından zaten yazılı ilaçlar tarafından. Biz sadece vücudun biyofit belini çalıştırmamız, yani kendi mekanizmasını çalıştırmamız gerekiyor. Sadece fizyoterapiye de ilaçsız bir tedavi sunmak lazım. Ondan dolayı da biz uzun vadede bir rehabilitasyon, yani zamana bağlı bir rehabilitasyon yapıyoruz. Ümumiyyətlə bir fizioterapist kimi belə bir bilmirəm var həkim sayılır yoxsa yox, manual terapevtlər, Evet. Kreopati adı bəlkə də səhv deyərəm. Sinan'ın izah eləyərək geçiyor. Şimdi O nə qədər düz? O sınıqçı kimi sayılır olar yoxsa həqiqətən elmi təsdiqi tapmış bir həkimdir? Manuel terapi o çok güzel bir konu aslında. Çünkü Instagram'a ya da bir sosyal medyayı açtığımızda direkt karşımıza dijital pazarlamak için bu karşımıza çıkıyor. Aslında bu dünya genelinde değişiyor. Her yerde manuel terapisi, osteopati ya da karyopraktik şeyler var. Ama bunun başlangıcı her zaman fizyoterapist bir eğitiminden sonra alınan bir eğitim programına dahil olmak gerekiyor ki bunu yapabilirim. Çünkü dünyanın genelinde artık %40, %50'lere ulaşmakta. Bunu yapıldıktan sonra felç kalma olasılıkları var ya da başka bir problemler oluşma olasılıkları var. Onun için bunu yapabilmek için detaylı bir doktor kontrolünde olması lazım. Ondan sonra bu yapılması. Bu zaten birazcık oradaki eklemin hava boşluğunu bırakılması. Birkaç saatliğine rahatlama. Evet, bunu sürekli yaparsak bir fizik tedavi uygulamasıdır. Doğru düzgün yapıldığında iyi sonuçlar alınabilir. Bunun yanında başka elektroterapidir, egzersiz programları da dahil olması lazım. Doğru bir uygulama ama yanlışları çok fazla olabilen bir şey. Burada Çünkü ben xəstə buyursun. çünkü birçok ülkede bunun artık reklam yapılması yasak. Çok fazla derecede hatalı sonuçlar, yanlış sonuçlar oluşuyor. Özellikle insult, ifliç olma durumları çok yüksek. Sinirlərin keçdiyinə görə. Yani MR'a bakıp bunu anlayamayabiliyorsunuz. Çünkü damarsal bir sistem oluyor. Ondan dolayı bunu çok iyi bir analiz etmek lazım ama çok fazla gelişmekte çok fazla insan var ve çok fazla reklam Belə deyək var. də, belə şeylərdə mən hər zaman xəstəyə belə deyirəm. Deyir ki, doktor, naftalan mənə xeyirdir. Məsələn, Azərbaycanda naftalan məşhurdur da indi. Mən xeyirdir. Mən deyirəm ki, bir şey sənin ziyanına deyilsə, xeyrini özün bilərsən. Yəni gedib məsələn naftalan ziyanı varmı? Yox. Heç bir ziyanı yoxdur. Get. Bəziləri deyir ki, məsələn, mən gedirəm doktor, ayağımı quma soxdum, elə qəşəng oldu ayağım, elə rahatladım, okey, get, quma soxdum, yandırmadım müddətcə, yandırmadım müddətcə ziyanı yoxdur, okey, elə. Bəziləri deyir ki, məsələn, şimdi karyoterapi dedin, elətdim, yaxşı oldum, deyirəm, ziyanları var, amma can sənindir. Yəni, bax, belə fəlç qalan insanlar var, iflic qalan insanlar var, amma özün bilərsən, can sənindir. Və yaxud deyir ki, kələm qoydum, zəli məsələn. Kələm okey, bildi ziyanı yoxdur dizə bağlama. Amma adam zəli qoyub yəni. Şimdi zəlinin ziyanları var. Amma mənim qonşum çox xeyir gördü. Okey, gedə bilərsən. Amma bax zəlidən elə infeksiyalar keçə bilər ki, sizə həlli çox çətindir, o müalicələri çox çətindir. Ona görə yəni bir şey mən həkim olaraq sənə ziyanını və xeyrini demə məcburiyyətindəyəm. Elmi tərəfini də deməliyəm. Məsələn, kayrofraktikin elmi tərəfi varmı? Onu sizin indi elmi olaraq bu isbat olunur. Mən çox da tövsiyə edim bir şey deyil. Amma mən bilirəm ki, iflic qalan xəstələr var. Mən sənə onu demək məcburiyyətindəyəm. Amma seçim səndədir. Burada
bir haşiyə çıxmaq istəyirəm. Bu seçim səndədir sualına. Bu Azərbaycanda hələ oturmamış bir müalicə üsuludur. Yəni müalicə üsulu həkim xəstənin sağlamlığına bağlı qərar verən adam deyil. Yəni mən məsəl üçün demirəm sənə mütləq bu lazımdır. Bu müalicə üsulu köhnə üsuldur. Yəni siz deyirsiniz ki, burada deyilir ata oğul münasibəti. Sizə deyim ki, sənə bu lazımdır, bunu eləyəcəksən. Bu köhnə üsuldur. Köhnə həkimlərimizin köhnə şeylərində bu var. Amma bu üsulla biz təklif edirik. Yəni deyir ki, bu var. Ona alakart müalicə. Yəni sənə bu var, bu var, bu var və seç. İstəyirsən fizioterapiya eləyə bilərik. İstəyirsən onda xəstələr çox çaşırlar Azərbaycanda. Mən ona fikir vermişəm. Məsələn deyirəm bu doktor hansı yaxşıdır onu eləyək. Okay, bildim indi insan özü qərar verməlidir. Biraz şəxsi qərar verməmizdə çətinlik çəkirlər. Amma xaricdə yəni Avropada, Amerikada tam tərsi sizdən şey istəyirlər. Təklif istəyirlər və qərarı mən verim. Məsələn adam işinə görə əməliyyat olmaq istəmir. Sən zorla sən təcil əməliyyat olsan deyənməzsən. Adam deyir ki, mənim işim var, bunu həll etməliyəm. Mən qərar verəcəm. Başqa nə edə bilərəm? Deyirsən ki, onda geyinə varaq. Deyirsən ki, yenə də istəmirəm, qorxuram. Məsəl üçün deyirsən, okey, fizioterapiya yoxlayaq. Belə olanda xəstədə təbii ki, şübhə yaranır ki, bunun bir həlli yoxdurmu? Bu niyə üstdən variantdır? Halbuki siz ona uyğun variantı deyirsiniz və o uyğun şeyi seçir. Ona görə də bu kardiopratikdə olsun, nə olursa olsun, nə müalicə olsun, biz həkim olaraq indi fizioterapistlər də bilinən adam onun elmi olaraq sizə pis tərəfini və yaxşı tərəfini deməlidir. Qərar xəstənin özündədir. Mən məsəl üçün burada xəstə qərar verəməyəndə deyirəm, öz yaxınıma, sevdiyim insana tövsiyə eləmədiyim şeyi sizə demərəm. Yəni mən sevdiyim insanı naftana göndərmərəm, gedib müalicə olsun deyə. Niyə? Çünki bir isbatı elmi bir kitablarda, dəftərlərdə çıxan elmi bir şey yoxdur, ona görə mən tövsiyə eləmirəm. Öz yaxınıma tövsiyə eləmirəm. Sən gedə bilərsənmi? Mən bildiyim ziyanı yoxdur, özün bilərsən. Okay, bu yanaşma hələ biraz oturmağa zaman alacağız bizdən. Ama söylediğin şeyler bilinçli, bilgili birisi ise bunun eğitimini almış diyelim. Eğitimini almış birisi ise tabii ki bunları yapıyordur. Yani önceden bir kontrol edip ve tedaviye ek olarak bunları yapıyordur ve sonuçları da iyi oluyor. Ama genelde de böyle büyük bir riskleri var tabii ki. Görünmüyor ama risk olarak da görünen bir tarafı var. Kaçınılabilir, yapılabilir. Onun için bir şey demiyorum o konuda. Yəni indi məsəl üçün uşaqları qoyaq qırağa. Axır ki, Bəli. uşaq mövzusuna Necə böyüklər. Uşaqlar artıq böyüdü. O qədər söhbət elədik ki, uşaqlarımız artıq böyüdü. Mən böyümüşəm, artıq belə 30 plus yaşa keçmişəm. Bəli. Sap sağlamam, heç yerim ağrımır. Bəli. Check-up olaraq neçə yaşdan sonra fizioterapevtə və yaxud da travmatoloqa müraciət etmək uyğundur? Check-up anlayışı ümumi anlayışdır. Yəni check-up yəni Azərbaycanda məsələn mən getdim check-up oldum. Yəni nəyi check-up elədi? Ürəyi check-up elədi, böyrəyi check-up elədi. Yəni hər yer check-up eləsəniz, yoxlasanız günlərlə, həftələrlə siz həkimlərdən çıxmamalısınız. Elə bir xüsusi məsələn maşın deyir ki, diaqnostika soxdum. Diaqnostikadan sizə deyirlər ki, bu problemlər var, bunlar həll. Elə bir şey deyil. Ortopedlik olaraq öz sahəmdə fizioterapiyatimdə Sinan izah elə. Biz 30 yaşından sonra, 35 yaşına 40 elə bir xüsusi şeyimiz yoxdur. Yəni ortopedik kontrola gəlməlisən. Mütləq kim ki uşaqlıqdan problem yaşayıb onları çağırır kontrollara. Və yaxud deyək ki, uşaqlıqda çanaq çıxığı olub, və yaxud uşaqlıqda əməliyyat olub, və yaxud sümük infeksiyası olub, onlar rutin ortopedik kontrollarına gəlirlər. Onlar çağırır. Amma heç bir problemi olmayan, heç bir şikayəti olmayan adamın ortopedik kontrola gəlin, bir dənə özümə baxdırım, elə bir anlayışımız yoxdur. Bir dənə özümə rentgen çəkim, görüm nəyim var, elə bir anlayışımız yoxdur açıqcası. Fizioterapi olaraq da mən şəxsən özüm idmana başlayan şeyləri tövsiyə edirəm. Yəni deyək ki, gəlib 34-35 yaşına birdən-birə ağlına düşüb ki, başlasın ağırlıq qaldırsın. Geçsin ağırlığa və yüksək. Bunun bədəni ağırlıq qaldırmağa uyğundurmu? Bunu artıq fizioterapi qərar verir ki, sənin bədənin nədir onun adı, ağırlıq qaldırmağa uyğundur, yoxsa yox. İndi Sinan da özü deyər yəqin ki, burada baxdıqları şeylər nə? Ya bu genel bir şey zaten. Yılda bir defa fizyoterapist eşliğinde bir analiz edilmesi lazım postür duruşu. Eğer bir hastalığı ya da başka bir şey varsa önceden bunu takip edilmesi, o süre değişiyor. Eğer bir hastalığı varsa 6 ayda bir, 3 ayda bir kontrol. Yəni profilaktik olaraq gəlmək olar. Evet, bu dünya geneli standarttır. Yılda bir defa gelinmesi görmek gerekiyor. Çok Amerika'ya, Kanada'ya bile gitseniz bu geçerli.
Dünyanın diğer tarafına geçseniz de Dediğin şey, Çin'e. Sinan'ın dediği şey bu mövzuda doğrudur ki, deyək ki, adamlar 40 yaşından sonra müəyyən analizlər verirlər. Deyək ki, bağırsaq xərçənginə görə, işte döş xərçənginə görə onlar kontrol olunur, sümük analizləri verirlər. Ona görə onların yaşam şeyi 80-lərə də çıxa bilər. Təbii ki, biz o qədər də yəni belə hər şeyi kontrol edən bir şey deyilik. Yəni amma dediyin kimi Sinan da orada o fizioterapi kontrolunu bu şey kimi deyil, maşın kimi deyil də. Məsələn 10.000 kilometrdə bir yoxlat, 50.000 kilometrdə bir yoxlat, 100.000 elə bir kontrolumuz yoxdur. Sadəcə olaraq belə rutin olaraq məndə bir problem varmı? 1 2-3 dəqiqə, 5 dəqiqə bir müayinə ilə, amma şikayətləri bəzən elə olur ki, burada daha önəmli olan adam onun problem olduğunu düşünmür. Məsələn, dünən bir xəstə gəlib, qadın ayaqları elə bir vəziyyət alıb ki, artıq yeriməkdə çətinlik çəkir. Onda gəlib. Yəni o xəstə olduğunu düşünmür. Deyir ki, mənim nənəm də belə idi. Onlar üçün məsəl üçün bəlkə vaxtında gəlsəydi, o check-up dediyin şey vaxtında eləsəydi, onu tapmaq olardı. Adam deyir ki, hə, işte deyir, dizim ağrıydı, 10 ildə ağrıyor, elə-belə gəzirəm. Onun check-up lazımdır ona. Bu check-up'ın pulunu kim verəcək? Bu check-up'ı xəstə özümü düşəcək. Zaten ağlı yerində düşüncəsi və özündən sağlamlığa baxan adam 10 il gözləmir. Bir dənə problem olar ki, həkimə gedir ki, gör məndə nə var. Amma 10 il gözləyən adamlar var. Bunun check-up'ını kim aparmalıdır? Bunu məncə artıq Səhiyyə Nazirliyidir, ondan sonra təbliğ eləməlidir. Çünki yük onların üstünə düşəcək. Deyək ki, 10 il əvvəl adamda kiçik bir Minsk yırtığı var idi. Onun həllinə dövlətin ayıracağı pul 1 manatdırsa, 10 il sonra dövlətin onun protez əməliyyatına ayıracağı 1000 manatdır məsələn. O aradakı o şeyi itirməmək üçün dövlət və səhiyyə sistemləri bunu təşkil edirlər. Yəni Azərbaycanda da var. Onlar yəni check-uplar olmasa da müəyyən kontrollar var ki, müəyyən yaşda çağırırlar. Uşaqlar üçün məsəl üçün ultrasəs müayinəsi önəmlidir. Bayaq uşaqlarda qaldı o mövzu. Doğulan uşaqlara mütləq 3-cü aya civarına yaxın bir ultrasəs müayinəsi lazımdır. Çanaqları çıxıbmı yoxsa yox. Çünki siz onun çanağını o vaxtı tapsanız çıxır. Gələcəkdə o adam şikəst olmur. Bütün həyatı ixlas olur. O sadəcə 3-cü ayda tapmaq lazımdır bunu. Amma siz onu vaxtında tapmasanız 4-5 yaşına gələndən sonra ömür boyu şikəst qalır. Məsələn Türkiyədə bununla bağlı proqram var. Bütün uşaqları üçün. Bizdə Azərbaycanda yoxdur proqram. Amma biz hər uşağa, gördüyümüz hər uşağa tövsiyə edirik. Gedib deyək ki, 3-cü ayında soruşuruq ki, uşağı UZI elətdirirsiniz, qalça ultrasonu eləyibsinizmi? Ultrasəs müayinəsi. Əgər eləyibsə, nəticəsinə baxırıq. Bəzi uşaqlar o yaşlarda ortaya çıxır problemləri, həll olunur. Onların bütün həyatı xilas olur. Amma bəziləri də həll olmur. Bax, o dediyiniz o hansı ki check-up dediyiniz şey, o check-up şey məsələn uşaqlar üçün okeydir. Yəni o 3 aylıq bəbər üçün bir check-up okey. Amma 30 yaşında, 40 yaşında idmanla məşğul olmayan, amma bir dənə gedim görüm haramda nəsə var. Bu həm maddi olaraq real deyil, həm də dövlət bunu təşkil etsə bu çox ciddi maddi yük olur. Ona görə bu ürək kimi deyil də, ürək check-up'ı kimi deyil. Ürək çünki ciddi bir orqandır. Bizim oynaqlar daha lüks orqan. Məsələn, dizi ağrıyan adam 100 il yaşaya bilər, amma ürəyi problem olan 100 il yaşamaya bilər. Belə bir məsələmiz var bəli. Check-up'tan daha çok bizim yapabileceğimiz şeyler kas grubu, ezeli gruplarına, eklemlere, oynaklara bakıp kemikler sistem olarak onu özellikle omurga sisteminde nasıl ilerliyor ona bakıyoruz. Çok derinde yatan şeyleri göremiyoruz tabii ki. Bir manuel şekilde yaptığımızdan dolayı. Ama bizim en önemlisi omurga. Acaba skolyoz var mı? Kifoza gidiyor mu? Lordoza gidiyor mu? Bu doğuştan gelen bir şey mi? Sonra fonksiyonel bir durum mu? Bunları inceleyip çocukların işte gelişim süreci, yetişkinlerin gelişmesine yönelik bir fikir sahibi oluyoruz. Bir sonraki sene bunları kıyaslayarak takip etmek gerekiyor. Onun için yılda bir defa görünmeleri daha iyi olur. Skolyoz da önəmli mövzudur əslində bu beləriləri, kifozlar. Onun üçün məsəl üçün uşaqları yenə bayaq dediyim mövzu ki, check-up məsəl üçün qız uşaqları xüsusən müəyyən bunlara deyirik adolesan idiopatik skolyoz deyirik. 10 yaşları civarında artıq bunlar belləri əyilməyə başlayır. Bəzən ailə fərq eləmir. Uşaq da demir. Gəlir 17-18 yaşına, 20 yaşlarına tələbə vaxtı özü fərq eləyir. Artıq gecikib. Ona görə məsəl üçün biz ailəyə tövsiyə edirik ki, xüsusən analara, təbii ki, oğlan uşaqlarında da görə, amma məsələn analara tövsiyə edirik ki, uşaqlarınızı çimizdirəndə və ya kənardan bir baxın ki, çiynində, belində əyrilik varmı? Önə doğru əyin uşağı. Xüsusi testlər var. Bunu videolarda izah eləməyə çalışıram. Önə doğru əyin uşağa baxın ki, bir əyrilik varmı? Evdə özünüz check-up edirsiniz. Yəni əyrilik varsa fizioterapiya baxa bilər, ortoped baxa bilər ki, bir rentgen eləyib, check-up eləyib orada ki, skolyoz varsa vaxtında tapılan skolyozun həlli daha sadədir.
Amma uzun bir müddət sonra keçəndən sonra məsələn qız uşaqdır, evlənmə yaşına gəlir, birdən-birə skolyozu var deyə gətirirlər. İndi bunu necə müalicə edəcəksən? Düzdür, Azərbaycanda indi skolyozu müalicə elədiyini iddia edən çox adam var. Yəni o mövzuda da onlarla necə mübarizə aparacağımızı açıqcası biz həkimlər olaraq bilmirik. Adam Bizdə bütün sahədə elə həkimlər var. elədir. Yəni məsələn deyək ki, adam skolyoz rentgeni göstərir 45 dərəcə. Sinan da bilər məsələn. Deyək ki, 45 dərəcə skolyozu rentgeni göstərir. Deyir ki, biz bunu 20 gün müalicə elədik və 20 gündən sonra skolyoz oldu 10 dərəcə. Rentgen də göstərir. Okey, həmin uşaqdır, həmin rentgen. Amma bu necə oldu? 20 günə belə oldu. Tibbi olaraq təbii ki, mümkündür. Siz o uşağı dartaraq, idman eləyərək, fizioterapiya eləyərək onu düzəldirsiniz. O saatda rentgeni çəksəniz, mən qazandım deyə bilərsiniz. Amma ailəyə deyirlər ki, məsələn, bunu eləsəniz, bunu eləməsəniz geri qayıdacaq, təzədən əyiləcək. Təbii ki, onlar hamısını ailə çox vaxt eləyəmir. Hər gün fizioterapiya gecə hal yox, uşaq əyilir. Başlayırlar ki, siz eləmədiniz idmanı, ona görə belə oldu. Madəm Sığortalayır. bəli, özün sonra madəm bu şey 45 dərəcədən 10 dərəcə düşərsə, dünyada bu qədər əməliyyatı niyə kəşf ediblər? Yəni, bu qədər iş niyə var? Yəni ona görə indi xəstə də kimə inansın? Bax bu skolyoz mövzusunda Sinan çox gözəl vurğuladı. Kimə inansın? Necə inansın ki, bu baxı deyir axı doktor, bax mənim bu dərəcədən bu dərəcə elədi. Göstərir sənə, sən bunları desən də onlar sənə kinayə ilə baxırlar. Yəni, ona görə biraz onlarla konflikti yaşayırıq. Bu şeyləri fizioterapistlər ya da fizioterapevtlər çox istifadə edir, sui-istifadə edir buna. Sinan da vurğulayar onu. Yəni elədim, belə oldu, al bu da nəticə. Mən hətta bir fizioterapist var, adını çəkməyim. Ona yazdım ki, madəm bu qədər eləyə bilirsiniz, bunu dünyaya yazın ki, bilək ki, dünyada belə adamlarımız var. Dedi ki, bir cavab yazdı ki, mən deyir, xalqıma xidmət edirəm. Okay, bilinə, sən ora çıxsan, aydındır sənə nə deyəcəklər də. Dünyada bunun şeyi var. Fizioterapiyanın skolyozda yeri yoxdur? Təbii ki, var. Təbii ki, skolyozun müalicəsində fizioterapiya var. Amma bu qədər yox. Bu qədər təsir eləyən, bu qədər düzəldi, bu qədər yanlış yönləndirən xəstələr Azərbaycan qədər yoxdur təəssüf dünyada. Ya, skolyoz, lordoskifoz konuları birazcık evet çok için detayına girmek istemiyorum fizyoterapist olarak. Ama bir protokoller var. Eğer bu protokolleri değiştirmek istiyorsak yaptığımız mesleğin daha üstü. Doktoramızı yapıp bir araştırma görevlisi üniversitelerde bir tezler, makaleler yapmamız lazım ki bunu değiştirebilelim. Ama ki bildiğimiz bir protokolümüz var. İşte 0-10 derecesi burada bir açılar var. Röntgende görebiliyoruz. Hocamın söylediği gibi testleri yaptığımızda görebildiğimiz bir açı formları var. Bu 0-10 derecede çok fazla bir şey yapmıyoruz ve sağlıklı bir insanda görülebilir diyoruz. Bu sağlık problemi yaşatmaz diye. 10 ile 40 derecesine kadar bir fizik tedavi. Ama nasıl bir fizik tedavi? Sadece ve sadece egzersiz, idman programlarıyla. Elektroterapi yapılabilir. Belki ağrısı vardır ya da başka bir şey. Bunlar sekonder bulgular için. Ama asıl amaç uzun vadede idman programlarıyla yapılması lazım. Belli bir yerde korseleme yapılabilir. Ama 40-45 derecenin üstünde artık bir ameliyat seviyesine ulaşmış demek. Yine egzersiz, rehabilitasyon yapalım ki daha kötüye gitmesin diye bir durumumuz var. Evet, iyileşme durumları da evet bazen 1000 hastadan birisine milyonda bir olabiliyor böyle durumlar. Ama bu her hastaya söyleyebileceğimiz bir durum değil tabii ki. Onun için düzenli, sürekli bir spor salonuna gidermiş gibi fizik tedavi yerlerine, fizyoterapi merkezlerine gidip egzersiz programları, idman programları alabilirler. Bu yanlış yapılıyor, doğru yapılıyor değil. Simetrik yapılan, vücudun her iki tarafına yapılan bir idman programı ise korkmalarına gerek yok diye düşünüyorum ben bu konuda. Sonra belə bir sual vermək istəyirdim. Misal üçün diz check-up'a ehtiyacı yoxdur da, daha belə də böyük yaşlarda. Amma misal üçün elə bir ağrı növləri varmı, hansı ki, səni artıq belə deyək də bu ilk şeydə belə deyək, Ruslan zvanokçuk. Bəli. Ki sən mütləq artıq həkimə getməlisən. Çünki orada adam deyir, nə bilim, qolum ağrıyır, keçər də. Artıq illər sonra problem şişdikcə artıq elə dözülməz həddə çatanda onda həkimə gəlirsən. Hansı növ ağrılardan mütləq burada diqqətli olmanız gereken şeyler nədir? Məsələn, bir kere bir oynaqda və yaxud bir ətrafda gecə ağrısı varsa, siz artıq bunda şübhələnməlisiniz ki, bunu araşdırmaq lazım. Gecə sizi yuxudan oyanan ağrı varsa, yatmağa qoymaq, xüsusən çiyin bölgəsində olan ağrılar, siz bir həkimə getməlisiniz yəni. Bunda bir. İkincisi, məsələn, bəzən xəstələr soruşur ki, oynağımdan səs gəlir, xırçıltı gəlir, taqqıltı gəlir, həkimə gedim, getməyim. Orada
kriteriyamız ağrıdır. Əgər sizin oynağınızdan səs gəlir, deyək ki, əlinizi şıqqıldatırsınız, dizinizdən səs gəlir, amma ağrı yoxdur. Onda sizin həkimə getməyinizə çox da ehtiyac yoxdur. Amma yanında bir də ağrı varsa, deyək ki, oynağınızda səs gəlir, plus ağrı var. Onda bəli, siz həkimə getməlisiniz. Və yaxud ətraflarınız biri o birinə də şişir, qızarır. Onda getməlisiniz. Yeriməkdə çətinlik çəkirsə, axsayırsınızsa, mütləq getməlisiniz, gözləməyə ehtiyac yoxdur. Və yaxud deyək ki, uyuşma, keyləşmə istəyirsiniz. Məsələn, bir ətrafınızı daha çox istəyirsiniz, birini az istəyirsiniz. Belə hallarda mütləq həkimə getməlisiniz. Yəni artıq siz evdə öz başınıza müalicə eləməkdənsə, istiqamətinizdə onu almaq lazımdır. Sinan, sənin söyləyəcəyin bir şey var mı mövzuda? Yəni deyək ki, Fizyoterapi konusunda genelde yönlendirme olduğu için bir problem var gibi geliyorlar. Ama ki dediğimiz gibi yılda bir defa gelmelerinin dışında ağrılar oluştuğu zaman artık belli bir yürüme performansı giderek düştüğünde, fiziksel aktivitesi azaldığı zaman, bu yaş anlamında söylemiyorum, yani yıl içinde, gün içinde olabilir. Gece uyku düzenlerinde bozukluklarda. Bunları gördüğü zaman tabii ki sağlık ekibinden yardım istemeleri iyi olur. Hə dostlar, bugün çox maraqlı söhbətimiz oldu. Bir çox mövzuların üzərindən keçdik. Mənim də bir çox bilmədiyim şeylər də öyrəndim. İnanıram ki, siz də öyrəndiniz, bir çox belə deyək də dəyərli məlumatlar əldə etdiniz. Sonda yalnız onu deyə bilərəm ki, belə bütün deyilənlərə istinadən sağlamlığınıza baxın. Övladlarınızı idmana təbii ki, sırf sağlamlıq üçün verin. Əgər peşəkar idmanla məşğul olmaq fikirləri varsa, ilk öncə mütləq fizioterapevtlərə müraciət edin, ortoped uzman doktorlara müraciət edin ki, gələcəkdə böyük bir problemlərini yaşamasınlar. Sizə bir də təşəkkür edirəm gəldiyiniz üçün, dəyərli məsləhətlərinizə görə, təcrübənizi bölüşdüyünüzə görə. Mən də təşəkkür edirəm. Yəni belə proqramlar, belə çıxışlar, belə podkastlar çox olmalıdır. Yəni çünki insanlar düzgün istiqamətlənmirlər. Onların tibbi bilikləri ilə həkimlərin, fizioterapevtlərin və tibb sahəsində məşğul olan insanların tibbi bilikləri eyni deyil. Ona görə onlara o məlumatları mütəmadi ötürmək lazımdır ki, onlar da heç olmasa nəsə olanda yazıb ChatGPT-dən soruşub onu oxuyub anlaya bilsinlər ki, bundan sonraki sağlamlığına diqqət edə bilsinlər. Təşəkkür edirəm. Ben teşekkür ederim. Biz bildiğimiz, gördüğümüzü, okuduğumuzu yapmaya çalışıyoruz. Bunun içinde hatalarımız, yanlışlarımız olabilir. Belki güncel bilgileri takip etmemiş olabiliriz. Ama genel açıdan böyle programlar insanlara çok faydası olduğunu düşünüyorum. Özellikle podcastlerin insanların arabasında ya da evinde izlemeleri ve insanların bilimsel değil de bunu sohbet tarzında olması çok daha iyi oluyor. İleriki zamanda tekrardan görüşmek üzere. İnşallah. Sağ olun. Təşəkkür edirəm. Sağ olun. Sağ olun.